Hər kəsə salam. Bugün biz artıq HSK 1 və 2-nin qrammatikalarını geridə qoyduq və artıq 3-cü səviyyənin qrammatikalarına başlayırıq. Və bu gün bizdə 还是和或者-nın analizi olacaq. 还是sual cümlələri üçün istifadə olunur, 或者təsdiq cümlələri üçün istifadə olunur. İkisinin də mənası ingilis dilində orada, Azərbaycanca isə biri yoxsadır, digəri və yadır. 还是yoxsadır. Ağı istəyirsən yoxsa qaranı? 你想白色的还是黑色的？还是 ağ da qara da olar. 白色的或者黑色的都可以. Gördünüz? Sualı hansından verdim? Cavabı hansından verdim? Bu tələbə yoxsa o tələbə iştirak eləyəcək yarışda? 这个学生还是那个学生参加比赛？o da olar, o da olar. 这个学生或者那个学生都可以参加. Sualı nə ilə verdim? Cavabı nə ilə verdim? Buna diqqət edə bildiniz. Bu bizim üçün HSK 3-də vacib bir qrammatikadır. Çünki danışanda daha doğru da daha təbii səslənməyimiz üçün bunları danışıq dilində səhv sala bilərsiniz. Yəni belə böyük bir problem yoxdur. Çinli başa düşəcəksiniz nə demək istəyir. Zaten qrammatikaya çox ilişməyin. Bu sizi dildə danışıqda çox ləngidən bir ünsür olacaq. Amma yəni HSK imtahanı vermək istəyirsinizsə, onda bu məqamlara bəz diqqət etməliyik. Çünki hər bir məqam bal apara bilər bizdən və hər bir məqam bizim bal qazanmağımızın əleyhinə ola bilər. Ona görə sırf HSK imtahanı verənlər gərək 或者 və 还是-nı tam yaxşı dərk etsinlər. Gəlin son bir cümlədə də baxaq. Su istəyirsən yoxsa çay? 你çay içmək istəyirsən deyə. 你想喝水还是喝茶? Çay da, su da içə bilərəm. 水或者茶我都可以喝. Gördünüz sualda 还是cavabda 或者ilə verirəm və burada məntiq bir dənədir. Əgər sizə suallar yaranarsa, rəylərdə bildirməyiniz mənim üçün xoş olar. Ümid edirəm bu video sizin üçün faydalı oldu. HSK 3-lə əgər bəyənsəniz HSK 3-lə zaten davam edəcəm. Ondan sonra HSK 4, 5 və 6-nın qrammatikalarını keçəcəm. Sonraki planda isə artıq sözlərə keçmək var. Ümid edirəm bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşərik.